Salam, bugün sizə bəzilərimizin bəlkə də hər gün istifadə etdiyi qida əlavələri haqqında danışmaq istəyirəm. Öncəliklə sağlıqlı bəslənmə nədir? Sağlıqlı bəslənmə dedikdə gündəlik rasionumuzda protein, faydalı yağlar, faydalı liflər və meyvə, tərəvəz, bol miqdarda su qəbulu nəzərdə tutulur. Bunlara gündəlik rasionumuzda yer versək, bədənimizin ehtiyacı olan mineral və vitaminlərin çox qismini qarşılamış olarıq. Amma günümüzdə torpağın düşüncəli şəkildə istifadə olunması və əvvəlki mineral zənginliyinin qalmaması, kimyəvi gübrələrin çox istifadə olunması nəticəsində nə qədər sağlıqlı bəsləndiyimizi düşünsək belə, bəzən bu vitaminləri kənardan qəbul etmək məcburiyyətində oluruq. Bir də bəzən olur ki, orqanizmimizin xəstəliklər dönəmində və ya hamiləlik, süd vermə kimi özəl bir dönəmlərdə mineral və vitaminlərə ehtiyacı artır. Bu kimi dönəmlərdə vitaminləri kənardan qəbul etmək tövsiyə olunur. Bunlardan isə başlıca olaraq vitamin D, vitamin B12, omega, vitamin C, maqnezium kimi əlavələri nəzərdə tuturuq. Günümüzdə həkimlər tərəfindən, bəzən isə reklamlardan, sosial mediadan, ətrafımızdakı insanlardan, qohumlarımızdan tövsiyələr nəticəsində bəzən bu vitaminlər ziyansız olduqları düşünülərək gərəksiz şəkildə və ya düzgün olmayan dozlarda çox istifadə olunur. Amma unutmamalıyıq ki, bu vitaminlərin də artıq miqdarlarının orqanizm üçün zərərləri var. Məsələn, vitamin C-nin artıq miqdarda olması böyrək daşlarının, oksalat daşlarının əmələ gəlməsinə səbəb ola bilər. Vitamin D-nin yüksək dozalarda olması həyatı tehdid edəcək bəzi vəziyyətlərə gətirib çıxara bilər ki, bunlardan da nefrokalsinozis dediyimiz böyrəklərin kirəcləşməsi, damarların kirəcləşməsi, böyrək daşlarının əmələ gəlməsi ola bilər. Mütləq qida əlavələrini ziyansız olaraq görməməli, öncəsində qan tetkiklərində baxılmalı və sonra bir həkim nəzarətində başlanması tövsiyə olunur.